Sabah Bakının bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bildirilib ki, paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xəttlərində görüləcək təmir işləri ilə əlaqədar mayın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. Bu səbəbdən müvafiq olaraq Əliyev, Şərifli, Süleymanov, Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan Mida yaşayış kompleksinin, həmçinin motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.